Çox pisən. Özdə o maskasını giymişəm bu. İyi də qalıb bu maskada, pudrası da qalıb maskada, tonalisi də qalıb maskada. Eşşək boyda qız heç olmasa maskanı yuyub qaytarardı da. Axşamın xeyir qardaşım. Necəsən? Mənə kofe ver də. Salam. Mən aktyoram, ekranda. Salam Melek. Necəsiz? Babrat, mən indi sənə evlənməyin müsbət cəhətlərindən danışacağam. Bax 1. Sizi kişiləri mən tam başa düşmüşəm. Bax sən barmensən. Gündə 10 dənə nömrə sənin cibindədir. Çünki qızlara pulsuz içki verirsən. Mənə də bir dənə söz. O gün sədərəyə getmişdim, qaqaşım bir yaxınlaşdı ki, "Bay Nihat, mən sizi tanıyıram. Əynindəki paltar neçəyədir? Olar mən də sizdən bir söz soruşum. Əyninizdəki şalvar neçəyədir?" Dedim 70 manat. Döp başın xarabdır, burada sədərədə 20 manat deyə. Səni loxlayıblar. Kişi olmaq da çətinliyə görə. İşsiz olanda pis yola düşə bilmirsən. Mən də belə bir bədbəxt insanam da qaş. Münasibətdə məndə heç nə alınmır. O bu qızlar konkretən azrep kimidir də. Hamısı özünə sponsor axtarır. O bir-biriniz də sevin də ala. Bəlkə qlobala çıxdıq, bəlkə dis yazdıq. Kişilər də Wi-Fi kimidir. Yanında olanda set yaxşı tutur. Biraz uzaqlaşan kimi başqa telefonlara qoşulur. Biz də elə bil qaralayıblar. Bəxtimiz qara, aşımız qara, metroya düşürəm, qap qara. Qara demişkən orada Jose Bernardo hardadır? Keçən ayda mamadan borc almışam. Bu gün mənə zəng edib ki, borcuma bax qaytarsın. Dedim ay mama, anaların borcu ödənməz. Bax bizdə elə aktyorlar var ki, yaxşı şalax oynayır, yaxşı mərd oynayır. Ürəyin istəyən PlayStation oynayır. Adamın da əsəbləri ilə oynayır. Gəl kinoda oynaya bilmir də. Rəfiqəm narahatdır ki, sevgilisi ona 7 saat cavab vermir. Ay qız, yatır da arvadı ilə. Fərqi yoxdur kim kimlə yatır. Əsas odur ki, hamı yatıb doysun. Ala qaqaş, bu hər şey yaxşıdır da. Mama ilə spor eləməmisən, dava eləməmisən. Gecə saat 2-də bir də görsən ki, Instagramda video atır sənə. Allah hamıya xeyirli övlad qismət eləsin. Ay mama heç bunun yeri deyil. Keçən dəfə də dostumla oturmuşuq kafedə, çörək yeyirik. Deyirəm ki, narahat olma da, şotmenli idi bu dəfə. Deyir, bəsdir də, az artistlik elə də, sən nə qədər artistlik eləyirsən. Keçən dəfə rayona gedirdim, avtobus saxladı, düşdüm tualetə, mən də bək partlayıram, tualeti axtarıram. Qaçdım nəsə bir təhər tualetin qapısını tapdım, açdım, açan kimi gördüm, dayday oturub. Özümü itirdim, bilmədim nə soruşum. Dedim, dayday, sallanan şalvarın neçəyədir? Bax qardaşım, Azərbaycanda uşaqlar 3 yerə bölünür. Mamanın balası, papanın balası, bir də itin balası. Bu reperlərdə bir dənə xəssiyyət var axı. Qızdan ayrılan kimi sırazı pessimist trəklərə qoyasınlar. Ya da geylər özləri başlayırlar pessimist trəklər buraxmağa. Mən də reşanca yeyirəm. Qarnıma baxanda bilmək olur da, qardaşımızı nə qədər civi qırıb da. Qırmayın da ala. Mənim podruqalarım da yarpaq dolması kimidir. Harda qatıq var, gəlib onları tapır. Ala bu geylər var. Ondan bilsən niyə pulu çoxdur? Ala çünki qadınlara pul xərcləmirlər də. Valideynlərim də deyir ki, bəs yaxşı bu universiteti qutarandan sonra nə edəcəksən? Bütün supermarketin kassaları biz tələbələrin üzünə həmişə açıqdır. Ala adam hərdən istəyir ki, onu qayı saxlasın. Bilsən nə qədər maaş alırlar ondan? Hollywoodda aktyorlar obraza uyğun olmaq üçün arıqlayırlar. Bizdə də ssenarini oxuyan kimi. Qaqaş, bilmirsən balıqlardan niyə gəlir? Onlar axpastayan içmirlər. Bu kino ki var, bu çox qəliz məsələdir. Amma Azərbaycanda lap qəliz məsələdir. Bu rəfiqələrdə də temalar ölmür. O gündə biri oğlandan tanış olub, qaqaşda povurdu. Sağ olsun, pişirib də onu. Bax, qələt eləyir bir dənə xəstəxana sponsor durur da. Baş qəhrəman ya güllələnməlidir, ya xəstələnməlidir, ya da doğmalıdır. Doğuzdur, mən bir şey demirəm. Prosta 80 yaşında aktrisan da yox da. O səmimiyyətsizlik bilsən nədir? Elon Musk çıxır deyir ki, pul hər şeyi döyür. O 800 milyard pulu var, dediyi sözə bax. Qaqaş, sən də yaman kökəlmisən ha. Deyəsən şirkətdə yeyinti var. Yaxşı, mən də getdim. Gec deyə mən də gedim. Görüşərik. Sağ ol. Belə baxıram ki, mənə qalmır kurasan. Bax, kurasan heç vaxt soruşmur ki, sən evə niyə gec gəlirsən? Naburud evə gec gələn kimi çayı süzür, oturur yanında deyir, "Yeyə məni balaşqa." Soruşmur, sən o qıza niyə yazırsan? Deyir, "Hala yazırsan, yaxşı edirsən. Çağır evə, qoy onu da mənim yanıma mənimlə bərabər yeyir." Bir dənə qısqandığı yer var ki, deyir, "Niyə şokoladlı yeyirsən?" Can, gözəlim mənim. Sən heç bir şokolada dəyişmərəm axı. Ay Allah, darıxdım kurasanın üçün. Kim kurasanın yanına?